ikinci taktikalar nədir? Bir ölkəyə nüfuz etməkdən ötürü. Harda varsansa, hakim sultan sənin rəhbərindir. Hakimə qarşı çıxmaq olmaz. Hakimə qarşı çıxmaq olmaz. Niyə? Hakim sənin nəyivə lazımdır? Neft hara getdi, qaz hara getdi, o hara getdi, bu hara getdi. Allah'a şükür elə. Hakimə qarşı çıxmaq olmaz. Hilədir, inanmayın bu sözlərə. Həm Azərbaycan hakimiyyətində olan dairələr bunu yaxşı da bilirlər, bilmirlərsə bir daha eşitsinlər. Hilədir. Bəşər Əsada da belə deyirdilər. Hakimə qarşı çıxmaq olmaz. Amma çıxdılar. Tunisdə Ben Əliyə də belə deyirdilər. Onların vaxtı var. Onların o nöqtəsi var. Amerika, İsrail tərəfindən o nöqtəsi işə salınanda o həmin hakim ki deyirlər Allahın yer üzərində olan kölgəsidir. Ona qulaq asmalısan, o daha o hakim olarsan, hakim olmur. Bəşər Əsad hakim deyildi, elə əhli sünnə idi. Niyə sözünə qulaq asmadınız? Sayt çox deyə çox misallar vura bilərəm. Həzrət Rəsulullah hamınızın qəbul etdiyi xəlifə deyildi. Bizim üçün imamdır, məsum rəhbərdir. Və niyə Muaviyə ona qarşı çıxdı? Və ona qarşı niyə çıxdılar? Yox, yalandır. Nə Azərbaycanın hakimiyyəti buna inanmalıdır, nə də biz möminlər buna inanmalıyıq. Bu bir hilədir, bir ölkəni xaraba qoymaqdan ötürü. Əvvəl belə girirlər, Suriyada belə girdilər, sonra cihad elədilər. Və maraqlı da budur ki, bu adamların özü Bəşər Əsada qarşı çıxmağı özünə vəzifə bilirlər, amma 60 mindən çox sivil insanı, 20 mindən çox körpə məsum balanı öldürən Netanyahuya çıxmağı özünə vəzifə bilmirlər. Ar olsun bu İslama. Biz belə İslamı qəbul etmirik. Bu nə İslamdır? Bunun adını din qoymaq olar, İslama qoymaq olar.